Bu videoda sizlərə layihənin monitorinqi ilə əlaqədar məlumat verəcəm. Layihənin monitorinqi, layihənin gedişatının nəzarətdə saxlanılması və hədəflərə doğru irəliləyişin təmin edilməsi üçün vacib mərhələdir. Bu proses gənclərlə bağlı layihələrin uğurla həyata keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır və aşağıdakı istiqamətlər üzrə həyata keçirilsə məqsədə uyğun olardır. 1. Davamlı müşahidə və izləmə. Gənclərlə bağlı layihələrdə hər bir fəaliyyətin düzgün həyata keçirildiyini təmin etmək üçün davamlı monitorinq aparılmalıdır. Məsələn, gənclərin liderlik bacarıqlarının inkişafı layihəsi zamanı biz hər bir təlimdən sonra iştirakçıların reaksiyalarını və əldə etdikləri bilikləri izlədik. Bu, təlimin effektivliyini artırmaq və iştirakçılara uyğunlaşmaq üçün bizə imkan verdi. 2. Donor nümayəndələrinin cəlb edilməsi. Donorların layihə prosesinə dair tam məlumatlı olması üçün onların nümayəndələrinin monitorinq prosesinə cəlb edilməsi olduqca vacibdir. Məsələn, gənclər üçün startap dəstək layihəsi zamanı donor nümayəndələrini hər aylıq monitorinq sessiyalarına və ya layihə çərçivəsində təşkil edilmiş tədbirlərə dəvət etdik. Bu, layihənin irəliləyişini donor nümayəndələri ilə müzakirə etmək və hər hansı problemi vaxtında həll etmək üçün bizim üçün əla fürsət oldu. 3. Fəaliyyətlərin uyğunlaşdırılması və real şəraitdə adaptasiya. Layihənin monitorinqi zamanı əldə edilən məlumatlara əsaslanaraq, fəaliyyətlərin real şəraitə uyğunlaşdırılması və zəruri hallarda layihənin gedişatına düzəlişlər edilməsi vacibdir. Misal üçün, gənclərin cəmiyyətə inteqrasiya layihəsində monitorinq nəticəsində müəyyən etdik ki, bəzi regionlarda iştirakçıların fəallığı gözləniləndən daha aşağıdır. Bu səbəbdən fəaliyyətləri həmin regionların xüsusi ehtiyaclarına uyğunlaşdırdıq və əlavə motivasiya tədbirləri tətbiq etdik. Bu dəyişiklik layihənin ümumi təsirini düşünürük ki, artırdı. Layihənin monitorinqi ilə yanaşı qiymətləndirilməsi də donorlar üçün olduqca mühüm amildir. Layihənin qiymətləndirilməsi layihə nəticələrini və təsirini qiymətləndirmək üçün həyata keçirilir və geniş analiz prosesini əhatə edir. Gənclərlə bağlı layihələrdə qiymətləndirmə xüsusilə vacibdir. Çünki bu layihənin məqsədlərinə çatıb-çatmaması haqqında ətraflı məlumatlar verir. Layihələrin qiymətləndirilməsi zamanı nəticələrin ölçülməsi və iştirakçı sorğularından bəhs etmək lazımdır. Layihənin nəticələri iştirakçılar arasında aparılan sorğular vasitəsilə qiymətləndirilməlidir. Məsələn, gənclərin sosial fəaliyyətlərə cəlbi layihəsinin sonunda biz iştirakçılar arasında sorğu keçirdik. Sorğu nəticələri göstərdi ki, iştirakçıların 85% layihə nəticəsində öz sosial bacarıqlarını inkişaf etdirmişdir. Bu məlumatı gələcək layihələrdə də istifadə etmək üçün sənədləşdirdik kimi cümlələr qeyd etsəniz, layihənin qiymətləndirilməsi üçün daha təsirli olardı. Layihənin qiymətləndirilməsi zamanı rəqəmsal qiymətləndirmə üsullarından istifadə etmək olduqca vacib və mühümdür. Məsələn, Mentimeter kimi interaktiv platformalardan istifadə etmək iştirakçıların fikirlərini daha effektiv şəkildə toplamağa kömək edir. Misal üçün, gənclərin innovativ ideyalar inkişafı layihəsində layihə sonunda Mentimeter vasitəsilə iştirakçıların layihə haqqında rəylərini topladıq. Bu rəylər bizə layihənin hansı sahələrdə güclü və zəif olduğunu anlamağa kömək etdi. Layihənin qiymətləndirilməsi zamanı layihə çərçivəsində əldə olunan nəticələrin keyfiyyətinin analizi donorlara təqdim edilməlidir. Layihənin qiymətləndirilməsi zamanı yalnız rəqəmsal göstəricilərlə deyil, həm də əldə olunan nəticələrin keyfiyyəti ilə bağlı təhlil aparılmalıdır. Misal üçün, gənclərin fərdi inkişaf proqramında layihənin sonunda iştirakçılara verilən tapşırıqların yerinə yetirilməsinin keyfiyyətini qiymətləndirdik. Bu analiz nəticəsində iştirakçıların yalnız layihədə iştirak etmələri deyil, eyni zamanda əldə etdikləri bilik və bacarıqları effektiv şəkildə tətbiq edə bildikləri müəyyən olundu.